Ümumiyyətlə qeyd etmək istəyirəm ki, beynəlxalq limanın açılması həmin zonanın, iqtisadi zonanın inkişafına gətirən amillərdən biridir. Bununla bağlı qeyd etməliyik ki, həmin gün orada Pakistanın, Türkiyənin rəhbərlərin, deyək ki, baş nazirin və eyni zamanda prezidentlərin rəhbərlərin iştirakı bu siyasi mesajlardan biridir ki, Qarabağın inkişafına duran ölkələr bugün Azərbaycanın yanındadır. Və Qarabağın inkişafında da söhbət gedəndə burada təkcə Azərbaycanın əlləri ilə yox, infrastrukturun, islahatların aparılması, deyək ki, idarəçiliyin təkmilləşdirilməsi həmin regionunda, reformaların, islahatların aparılması bu kimi addımlardan səvayədə eyni zamanda beynəlxalq inkişafına gətirən amillərdəndir, regional. Bu nə deməkdir? O deməkdir ki, bugünkü Çindən, Pakistan vasitəsilə gələn məhsulların Qarabağa gətirilməsi və eyni zamanda Türkiyənin vasitəsilə xaba çevrilməsindən ibarətdir. Laçın aeroportunun beynəlxalq limana çevrilməsi və burada eyni zamanda logistik xəttlərin inkişaf etdirilməsinə gətirən amillərdən biri ola bilər. Və eyni zamanda da burada təkcə bir Laçından söhbət getmir, Şuşanın, Xankəndinin və o zonanın iqtisadi inkişafına gətirən amillərdən biridir. Burada biz qeyd etməliyik ki, turizm imkanları danışanda burada təkcə bütün zonanın, ona görə də bugünkü gün sülh müqavilənin bağlanılması Azərbaycan-Ermənistan arasında bir prinsipial bir məsələlərdən biridir və Azərbaycan üçün bu çox vacib elementlərdən biridir. Və bu aeroportun açılması, eyni zamanda hava limanının çərçivəsində veriləcək xidmətlər, açılan yollar, infrastrukturlar, biz də açıqlamalıyıq ki, deməliyik ki, Xankəndiyə, Şuşaya, Azərbaycanın digər rayonlara tikilmiş və hazırlanmış yeni yollar, müasir standartlara, beynəlxalq standartlara hazırlanmış yollar da bugünkü yerüstü nəqliyyatda təkmilləşdirilibdir və hazırdır bugün turistlərin qəbul edilməsinə. Və tikilən otellər son 3 il ərzində, 4 il ərzində bütün bu zonalarda qeyd edir ki, qəbul etmək imkanlarını da artıq açıqladı və Laçında, xüsusilə də Xankəndidə, Şuşada turistlərin qəbul etmə imkanları da bugünkü gün açıq şəkildə təqdim edildi. Və bu da təkcə turizmlə bağlı ola bilməz. Bu eyni zamanda iqtisadiyyatın digər məsələlərdir. Biz bunu qeyd etməliyik ki, cənab prezident təqdimat elədi ki, Qarabağda hazırlanan məhsulların artıq bu günlərdə həmin ölkələrin rəhbərlərinə digər ölkələrin də dedik ki, satışının təşkil edilməsi mümkündür, yönəldilməsi, çatdırılması və burada dedik ki, iqtisadi zonalar. Mən bir məqamı qeyd etmək istəyirəm ki, söhbət yalnız Pakistan və Türkiyədən getmir. Pakistan danışanda biz burada Çinlə olan münasibətlərimizi, Vyetnamla olan münasibətlərimizi, Pakistan vasitəsilə məhsulların Azərbaycana gətirilməsini qeyd etməliyik. Ondan savayı Türkiyə ilə danışanda Türkiyədən deyildiyi üçün Böyük Britaniyanın vergisi də vergidən, gömrükdən azad alqı-satqı, bütün emal edilən məhsulların alqı-satqısını deməliyik. Ona görə də burada Laçının təkcə Bakı aeroportu deyil, Gəncə və digər Naxçıvan aeroportları deyil, Azərbaycanda beynəlxalq limanların sayının çoxalması Azərbaycanın beynəlxalq arenada, beynəlxalq logistik xəttlərində təmsilçinin artırılmasını gətirir.